Salam. Növbəti dərsimiz Azərbaycan tarixində Səfəvilər dövləti 18-ci əsrin birinci yarısında olacaqdır. Səfəvilər dövləti 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində dərin iqtisadi və siyasi böhranda idi. Bunun təbii ki, həm daxili səbəbləri var, həm də ki, xarici səbəbləri. Səfəvilər dövlətinin iqtisadi böhranının daxili səbəbləri ondan ibarət idi ki, suni suvarma qurğularının sıradan çıxması, həmçinin əkin sahələrinin sıradan azalması, həmçinin artıq 17-nin sonundan etibarən pul böhranının baş verməsi. Xarici iqtisadi səbəblər isə Avropada artıq kapitalizm inkişaf etməkdə idi, Avropada manufakturalar açılırdı, artıq 17-ci əsrdə böyük coğrafi kəşflər nəticəsində böyük ipək yolu sıradan çıxmışdır. Həmçinin daxili siyasi səbəblər də var idi ki, təbii ki, idarəetmənin sıradan çıxması, həmçinin Səfəvi şahlarını yaratma siyasəti. Bu dövrdə isə Səfəvi şahı Şah Hüseynidir. Şah Hüseynin hakimiyyəti 1694-cü ildən 1722-ci ilə qədər olmuşdur. Şah Hüseynin dövründə 17-ci əsrin ikinci yarısında artıq iqtisadi böhran artaraq pul böhranına çevrilmiş oldu. Pul böhranının səbəbi isə artıq metal pullar çatışmırdı ki, ölkədə pul kəsilsin və dövriyyəyə saxta pullar girmişdi. Şah Hüseyn pul böhranını qarşısı almaq üçün iki tədbir gördü. 17-ci əsrin sonunda Ərdəbildəki ata-babalarının qəbirlərinin üzərindəki o məqbərələrin əridib pul kəsilməsinə əmr etdi. Həmçinin 1699-1702-ci illərdə isə əhalini siyahıya aldı və bu siyahıya almadan sonra isə vergilər çoxalmış oldu. Biz əgər siyahıya almadan söhbət ediriksə, anında biz inteqrasiya etməliyik Azərbaycanda siyahıya alma keçirən dövlətləri. Azərbaycanda ilk siyahıya alınmanı təbii ki, keçirib Sasanilərin birinci mərzbanlıq dövründə 483-487-ci illərdə. Həmçinin Osmanlılar da əhalinin siyahıya alındı. Həmçinin üzr istəyirəm, Ərəb xilafətinin zamanında 725-ci ildə siyahıya alımı olmuşdur. Həmçinin Osmanlılar 1586-1590-cı illərdə, ikinci dəfə isə Osmanlılar 1720-ci illərdə siyahıya alımı keçirmişdi. Səbəblər isə bir daha qeyd edək 1699-1702-ci illərdə. 18-ci əvvəllərində isə Şah Hüseynin dövründə artıq belə deyək, üsyanlar başlayır. İlk dəfə olaraq xalq kütlələrinin üsyanları baş verir. Həmçinin onu da qeyd etməliyik ki, Şah Hüseyin dövründə Səfəvi dövləti Rusiya dövləti ilə bir neçə ticarət müqaviləsi imzalamışdır. 1713-cü ildə Səfəvi Şah Hüseyin Rusiyanın paytaxtı Peterburqa nümayəndələr heyəti göndərmişdi dostluq və ticarət müqaviləsi imzalaması üçün. Və buna cavab olaraq isə 1717-ci ildə Ruslar Səfəvi Şahının paytaxtı İsfahana elçilər göndərmişdir və aralarında ticarət müqaviləsi imzalanmışdır və Ruslara bir daha ticarət sahəsində imtiyazlar verilmişdir. Səfəvilərə qarşı üsyanlar. İlk öncə başlayaq nədən? 1707-1711-ci illərdə Carbalakən üsyanı oldu. Üsyanın səbəbi Şirvan bəylərbəyi Həsənəli Carlıların belə deyək, maaşını gecikdirmişdi. Carlılar Səfəvilər dövlətinin şimal sərhədlərini qoruyurdular, əvəzində nə vacib maaş alırdılar. Şirvan bəylərbəyi Həsənəli Carlıların maaşını mənimsəyir, Carlılar hücum edir Şirvana, Şamaxıya. Şirvan bəylərbəyi Həsənəli öldürülür. Şah Hüseyin orada yeni bir, belə deyək, bəylərbəyi təyin edir. 1707-1711-ci illərdə Carbalakən üsyanı. Qeyd etməliyim ki, 1707 birinci Carbalakən üsyanı olduğu ildə, həmin ildə Avropada, İngiltərə tarixində Böyük Britaniya krallığı yaranmış oldu. 1711-ci ildə isə, ikinci Car üsyanı olduğu ildə isə Osmanlı ilə Rusiya arasında Prut döyüşü olmuşdur və Prut sülhü imzalanmışdır. Digər üsyan Əfqan üsyanı oldu. Əfqan qəbilləri 1709-cu ildə üsyan qaldıraraq Qəndaharı, müasir Əfqanistan arasındakı bir bölgədir, Qəndaharı işğal edirlər. İkinci dəfə isə Əfqanlar 1722-ci ildə üsyan qaldırıb, hətta Səfəvilər dövlətinin paytaxtı İsfahana tuturlar və Şah Hüseyni də əsir götürürlər. 1709-cu ildə Əfqan üsyanı birinci dəfə olanda, onlar yəni Qəndaharı tutduğu isə Avropada inteqrasiya edirik, görür ki, Rusiya ilə İsveç dövləti arasında Şimal müharibəsinin gedişatında Poltava döyüşü olmuşdur. Digər üsyan dalğası Şirvanda olmuşdur. Bu Şirvan üsyanı başçısı Hacı Davud idi. Hacı Davud iki dəfə üsyan etmişdir. 1719 və 1720-ci illərdə. Hacı Davud 1719-da üsyan edir Şirvanda. Onun müttəfiqləri var idi. Qaytaqlı Əhməd xan və Qazqumluqlu Surxay xan. Lakin üsyan yatırılır, belə deyək. Hacı Davud həbs atılır. Lakin Hacı Davud həbsdən çıxır 1720-ci ildə. Yenidən o müttəfiqlərini bir araya gətirir. Xüsusilə Qazqumluqlu Surxay xanı. Bu ikisi 1720-ci ildə üsyan qaldırırlar Şirvanda və
1320-ci ildə Şirvanın mərkəzi olan Şamaxını tutmuş olurlar. 1321-ci ildə. Lakin bu ikisinin Bakıya, Dərbəndəyə, Gəncəyə olan yürüşləri isə nəticəsiz qalır, tuta bilmirlər. Hacı Davud üsyan edən kimi 1321-ci ildə Şamaxını tutur. Hətta orada bəzi Rus tacirləri də öldürülür ki, bu da gələcəkdə Rusiyanın Azərbaycan üsyanı üçün bəhanə olur. Hacı Davud ilk öncə Rusiyadan yardım istəyir, 1-ci Pyotrdan. Lakin Pyotr onun yardımını geri çevirir. Səbəb, Hacı Davud burada öz daxili müstəqilliyini saxlanmasını tələb edirdi Rusiyadan. Rusiya isə gələcəkdə Şirvana yürüş etmək istədiyi üçün onu geri çevirir istəyini. Anında Hacı Davud Osmanlıdan yardım istəyir. Bu zaman isə Osmanlı Sultanı 3-cü Əhməd idi. 3-cü Əhməd onun istəyini qəbul edir. Səbəbi isə narahat idi ki, Ruslar birinci hücum edər Şirvana. Beləcə 1320-ci ildə 3-cü Əhməd Hacı Davuda xan titulu verir. Beləcə Şirvanda Osmanlının asılılığında yarım müstəqil Şirvan xanlığı yaranmış olur. Beləcə Hacı Davudun hərəkətləri Azərbaycan, Rusiya və Osmanlı yürüyüşü üçün bəhanə yaranmış olur. Biz qeyd etdik ki, 1322-ci ildə Əfqanların ikinci üsyanı zamanı Əfqanlar İsfahanı tutur, Şah Hüseyin əsir götürülür, Şahın oğlu Şah II Təhmasib qaçır, özünü Şah II Təhmasib adında şah elan edir. Şah II Təhmasibin hakimiyyəti 1722-1732-ci illərdə olmuşdur. Nəhayət Rusiya, belə deyək, uzun zamandır Azərbaycanın yürütməsi üçün belə deyək, bir fürsət axtarırdı. Bu fürsət isə 18-ci əsrin 20-ci illərində baş verdi. Səfəvi dövlətindəki daxili o dərin siyasi böhran onun üçün bir fürsət oldu. Bu zaman Rusiyanın idarə edən sülalə Romanovlar idi. Romanovlar sülaləsinin başında isə 1-ci Pyotr dururdu. Pyotr 1720-ci ildə Şimal müharibəsini bitirən kimi artıq Səfəvi dövlətini yürütməyə etməyə başladı. Hazırlıqlar gördü ilk öncə. Nə edir? Volinskini Səfəvi dövlətin ərazisinə göndərir Şirvana. Volinskiyə tapşırır ki, burada Səfəvi dövlətinin belə deyək, qısa konkret vəziyyəti haqqında məlumat ötürsün. 2. Xəzər dənizinin belə deyək, öyrənilməsi üçün müəyyən ekspedisiya göndərir. 3. Bəyannamə, manifest imzalayır Pyotr. Bu manifestdə bəyannamədə yürüşünün əsl hədəfini ört-basdır. Burada bildirir ki, sən demə. Təbii ki, bu yalandır. Səfəvi dövlətinin şahının dostudur. Şirvan üsyanını yatırmağa gəlib. Yəni, bəhanəsi izlə Şirvandakı o Şamaxdakı Rus tacirlərin öldürməsindən dolayı belə deyirdi ki, mən Səfəvi şahın dostuyam, Hacı Davud üsyanını yatırmağa gəlmişəm. Həmçinin yürüşə ilk öncə Şamaxı ekspedisiyası adını verir. Çünki onun məqsədi o idi ki, Pyotrun Şamaxıda bir Rus konsolluq açsın. Lakin Hacı Davud 1320-ci ildə Şamaxını tutandan sonra bu adı ləğv edir, dəyişdirir. Nəhayət 1322-ci il yayında Rus ordusu dənizdən və qurudan Azərbaycan Səfəvilər dövləti üzərinə hücuma başlayır. 1322-ci ildə Dərbənd şəhəri tutulur, təslim olur döyüşsüz. Həmçinin 1322-ci ildə Xəzər dənizi sahilində digər Səfəvi dövlətinin şəhəri olan Rəş şəhərdə tutulmuş olur. Lakin 1322-ci ildə orada bəzi qüvvələr Pyotra sui-qəsd təşkil edir Dərbənddə, lakin bu sui-qəsdin üstü açılmış olur. Sözsüz Pyotr əsas hədəfi Bakı idi. O Osmanlının bu bölgəyə gəlməsindən əvvəl Bakını tutmaq istəyirdi. Lakin 3 səbəbdən dolayı Pyotr yürüşünü yarımçıq saxlayıb Rusiyaya döndü. Bu səbəblər hansıdır? 1. Osmanlının etirazı. 2. Şimalda İsveçlə yeni müharibə təhlükəsi yaranırdı artıq. 3. Rus gəmilərinin bəziləri Xəzərdə Tufan ilçəsində batmışdı, azuqələri məhv olmuşdu. Lakin bu o demək deyil ki, Rus ordusu tamamilə çıxıb gedir. Pyotr özü qayıtır, amma ordu burada qalır. 1723-cü ildə Bakı şəhəri tutulur. Bakı şəhərinin tutulması şərəfinə Rusiyanın paytaxtı Peterburqda atəşkənlıq keçirilir. Həmçinin Bakının tutulması ilə Salyan şəhərdə tutulmuş olur. Beləcə Rusiya 1722-23-cü illər belə deyək, hərbi ekspedisiyası zamanı Dərbətdən Gilana, Rəş şəhərinə qədər ki, Azərbaycanın bütün Xəzər sahili ərazilərini tutmuş olur. Hətta burada 1723-cü ildə Rusiya dövləti ilə Səfəvilər dövləti arasında bir müqavilə imzalanır. Müqavilənin adı isə Peterburq müqaviləsidir. Müqavilənin şərtinə görə Səfəvilər tanıyır ki, Dərbətdən Gilana qədər olan Xəzər sahili ərazilər Ruslara məxsusdur. Ruslar isə Səfəvilərə söz verir ki, biz sizə üsyanları yatırmaqda, xüsusilə Əfqanlarla mübarizədə yardım edəcək. Təbii ki, bu müqavilə qüvvəyə minmir. Niyə? Şah II Təhmasib bu müqaviləni etibarsız sayır. Çünki belə deyək, şahın nümayəndə heyəti Peterburqda şahın izni olmadan buna təsdiq etmişdi bu müqaviləni və bu müqavilə təsdiqlənmir. Şah bunu imkan vermir. Artıq Osmanlı görür ki, Xəzər sahili ərazilər Ruslar tərəfindən zəbt olunur və o da əməli tədbirlərə başlayır Qafqaza. Təbii ki, burada İngiltərə və Fransanın da təzyiqləri var idi Osmanlıya.
ki, yürüş etməsi, belə deyək, Osmanlı onlar Qafqaza yürüş etməsini istəyirdilər. Çünki Rusiyanın burada möhkəmlənməsini istəmirdilər Cənub Qafqazda. 1724-cü ildə ilk öncə Osmanlı dövləti ilə Rusiya dövləti arasında bir müqavilə imzalanır. İstanbul müqaviləsi. İstanbul müqaviləsinin şərtinə görə Osmanlı tanıyır ki, Dərbətdən Rəşdə qədər olan Xəzər sahili ərazilər Ruslara məxsusdur. Ruslar tanıyır ki, yerdə qalan bütün quru Azərbaycan torpaqları isə Osmanlıya məxsusdur. Həmçinin burada Osmanlının asılılığında Şirvanda yarım müstəqil Hacı Davudun başçılığı ilə xanlığın yaranması rəsmiləşdi. Lakin Osmanlı Şirvanda, yəni Şamaxıda qoşun saxlaya bilməzdi. 1724-cü ildə Osmanlı Səfəvilər dövləti üzərinə hücuma keçir. 1724-cü ildə Naxçıvan, Ordubad, Borçalı, Qazax, Xoy, Salmaz, Mərənd bölgələri tutulmuş olur. 1725-ci ildə Təbriz şəhəri, həmçinin 1725-də Gəncə və 1725-ci ilin sonunda isə Ərdəbil şəhəri tutulur və bununla da Osmanlı Azərbaycanı demək olar ki, böyük bir quru torpaqlarını zəbt etmiş olur ki, Ərdəbilin tutulma şərəfinə görə isə Osmanlı İstanbulda 3-cü Əhməd Altəfişanlıq keçirir. Beləcə, artıq 1720-ci ilin ortalarında Azərbaycan iki imperiya tərəfindən bölüşdürülür. Hətta 1727-ci ildə Osmanlı ilə Rusiya dövləti arasında sərhədləri müəyyən etmək üçün Nabur sülhü imzalanır. 1724-cü ildə Nabur sülhü. Digər başlığımız Azərbaycan, Osmanlı və Rusiya, belə deyək, idarə etməsi altında. İlk öncə Osmanlıdan başlayaq. Osmanlı 1724-cü ildən ta qovulana qədər, 1735-ci ilə qədər Azərbaycanda hakimiyyətdə olur. Bu dövrdə Osmanlılar inzibati sahədə islahat keçirirlər, aqrar, torpaq sahədə islahat keçirirlər və əsasında vergi islahatı. Osmanlı inzibati islahatı nədir? Osmanlı burada əyalət, sancaqlıq, mahal və nahiyə adlı inzibati bölgü yaradır. Əyalətlərin başçısı hökmən Osmanlı zabitləri olmalıdır. Lakin sancaqlıq, mahal və nahiyələrin başçıları isə yerli Azərbaycan feodalları ola bilərdi. Bu inzibati bölgü. İndi isə aqrar, torpaq. Burada Osmanlı hansı dəyişikliyidir? Osmanlı divan və xas torpaqlarını birləşdirib adını dövlət qoyur. Həmçinin Osmanlı Azərbaycandan ona xidmət edən yerli feodallara bəylik və ağalıq adlı xidmətə görə torpaq da verir hətta. Daha sonra vergi. Osmanlı vergi dəftərlərini tərtib edir, əhalinin özünü və əmlakını siyahıya alır. Həmçinin əhalinin güzaranını yaxşılaşması üçün Osmanlı müvəqqəti olaraq bəzi vergiləri almır. Bununla yanaşı qadınları, uşaqları, belə deyək, qocaları, zehni əməklə məşğul olanları, həmçinin şikəstləri, xəstələri ümumiyyətlə bütün vergilərdən azad etmiş olur Osmanlı dönəmində. Həmçinin Osmanlıya qarşı Azərbaycan ərazisində böyük bir üsyan da olur. Bu 1727-ci ildə Qarabağ üsyanı olur. Daha sonra Rusiyanın idarə etməsi Azərbaycanda. Ruslar nə edirlər? Ruslar Bakı şəhərində 1723-cü ildə komendant işğal rejimi qururlar. Həmçinin Abşeron yanındasında Bakıda neftli torpaqları reyestrə, yəni bir mühüm bir belə deyək, neftli torpaqları qeydiyyatına aparırlar. Həmçinin Pyotr Kür çayının mənsəbində Peterburg kimi bir şəhər salmaq istəyirdi. Üstəgəldə ki, Pyotr ermənilərin 1724-cü ildə Azərbaycana köçürülməsi haqqında fərman da verir ki, ermənilər Azərbaycana köçürülsün. Təbii ki, Rusiya burada özünə dayaq yaratmaq istəyirdi ki. Digər məsələ, Ruslara qarşı da Azərbaycanda böyük bir üsyan olmuşdur. 1724-cü ildə Salyan'da baş vermişdi bu üsyan. Və bu da Rusiyanın idarə etməsi altında Azərbaycandakı vəziyyət idi. Bir daha deyirik, Bakıda komendant rejimi qurur, Abşeron yarımadasında və Bakıda neftli torpaqları reyestrə alır, Kürün mənsəbində Peterburg adlı bir şəhər salmaq istəyirdi Pyotr və burada ermənilərin köçürülməsi haqqında fərman vermişdi. Təbii ki, Səfəvi dövləti formal olaraq dövlət olaraq qalmışdı, amma faktiki olaraq yox idi. Çünki paytaxt tutulub, Əfqanlar tərəfindən Xəzər sahili ərazilər Rusların, yerdə qalan bütün quru Azərbaycan isə Osmanlı tərəfindən tutulmuşdu. Bu zaman isə təbii ki, Səfəvi dövlətinin bir xilaskara ehtiyacı var idi. Bu təbii ki, Nadir xan. Nadir xan fəaliyyəti var və Nadir şah fəaliyyəti var. Nadirin xan kimi fəaliyyəti 1726-cı ildən 1736-cı ilə qədərdir. Bu dövrdə o, Səfəvi dövlətinin komandanı, bir ordu başçısıdır. Lakin şah dövründə isə artıq özü bir müstəqil padşahdır, hökmdardır. 1726-cı ildə Səfəvi Şakir Təhmasib onu ali baş komandan təyin edir. Onun dövründə vəziyyət dedik ki, paytaxtda Əfqanlar, Xəzər sahili ərazilər Ruslar və yerdə qalan bütün quru Azərbaycanı isə Osmanlılar tutulmuşdu. Nadir xan ilk öncə Əfqanlarla başladı müharibəyə. 1729-cu ildə
Paytaxt İsfahandan əfqanları qovur, həmçinin İranın şimal-qərbini azadlayır, hətta gedib Heratı tutur 1729-cu ildə. Heratı tutması bundan əvvəl Azərbaycan Qaraqoyunlu padşahı Cahanşah etmişdi 1458-ci ildə. Daha sonra başlayır Osmanlı'nın müharibəyə. 1730-cu ildə Nadir xan Osmanlı'dan 4 böyük vilayəti, Həmədan, belə də Kirman bölgəsini, Təbrizi və Ərdəbili azad edir 1730-cu ildə. Lakin burada nə baş verir? Bu azad edən zaman 1731-ci ildə Səfəvi dövlətinə qarşı Xorasanda üsyan olur. 1731-ci ildə Nadir xan anında gedir bu üsyanı yatırmağa. Çünki bu üsyan böyük bir, belə deyək, üsyan idi. Biz anında inteqrasiya Xorasan üsyanları təbii ki, başlıq belədir. Xorasan üsyanları olub 1028-ci ildə Sultan Mahmud Qəznəviyə qarşı Oğuz Səlcuqlar üsyan edib. Ardınca Xorasan üsyanı harda var? 1318-ci ildə Hülakilərin zamanında hökmdar Əbu Səidin dövründə olmuşdu. Digər Xorasan üsyanı, demək ki 1318 dedik. Növbəti Xorasan üsyanı isə təbii ki 1731-ci ildə dedik ki Səfəvi dövlətinə qarşı üsyan olmuşdur. Nadir xan gedir bu üsyanı yatırmağa. Bu zaman ölkənin faktiki şahı var. İkinci Təhmasib istəyir ki Osmanlı üzərinə hücuma keçsin. Nadir xan buna etiraz edir, amma nə fayda, Nadir xan Xorasanda üsyanı yatırır. Burada gəlib çata bilmir. Təbii ki, ikinci Təhmasib məqsədi o idi ki, Nadir xan nüfuzundan, belə deyək, bunun şahın nüfuzu Nadir xan nüfuzunu üstələsin. Çünki bu zaman Nadir xan nüfuzu şahın nüfuzundan çox idi ölkədə. Lakin 1731-ci ildə o Osmanlılara məğlub olur. İki döyüş olur burada. Həmədan və belə deyək, İrəvan döyüşləri olur. İkinci Təhmasib məğlub olur və məcbur olur ki, Osmanlı'na müqavilə imzalasın. 1732-ci ilin yanvar ayının 16-sında Kirmanşah müqaviləsi imzalanır. Müqavilənin şərtinə görə Araz çayı sərhəd olur. Arazın şimalındakı Cənubi Qafqaz verilir tamamilə Osmanlıya, Arazın cənubu isə verilir, belə deyək, Səfəvi dövlətinə. İkinci Təhmasib 4 gün sonra 1732-ci ilin yanvarın 21-də Rəşd müqaviləsi imzalayır. Lakin bu dəfə Ruslarla. Kirmanşah müqaviləsi bir daha deyək. 1732-ci ilin yanvarın 6-sında Səfəvi dövləti ilə Osmanlı dövləti arasında, Rəşd müqaviləsi isə 1732-ci ilin yanvarın 21-də Səfəvi dövləti ilə Rusiya dövləti arasında olur. Rəşd müqaviləsinin şərtinə görə burada qeyd olunur ki, Kür çayından cənubdakı, yəni Kürdən Gilana qədər ki, Xəzər sahili ərazilər qaytarılır Səfəvi dövlətinə. Səfəvi dövləti isə söz verir ki, Ruslara bu əraziləri Osmanlı buraxmayacaq. Həmçinin Səfəvi dövləti Rəşd müqaviləsində Rusiya dövlətinə xüsusi bir güzəşt, belə deyək, ticarət güzəştləri verir burada. Nadir xan Xorasan üsyanı yatırıb qayıtır paytaxta İsfahanı. İlk kişi təbii ki, toplantı keçirir və ikinci Təhmasibi taxtdan atır. Onun yerinə bir neçə aylıq övladını 3-cü Abbası şah kimi elan edir. 3-cü Şah Abbasın dövrü başlayır. Hətta bir yaşı olmamışdı bu uşağın. Hakimiyyət dönəmi 3-cü Şah Abbas axıncı şahdır Səfəvi dövlətinin. 1732-ci ildən 1736-cı ilə qədər olmuşdur. Nadir xan 3-cü Şah Abbasın naibini, özünü isə 3-cü Şah Abbasın naibi, vəkili təyin edir. Beləcə qeyri-rəsmi olaraq artıq ölkəni idarə etməyə başlayır Nadir xan. Çünki şah balaca uşaqdır, danışa bilmir. Amma rəsmi olaraq isə ölkənin padşahı, belə deyək, 3-cü Şah Abbasdır. İkinci şey isə Nadir xan Kirmanşah müqaviləsini ləğv edir. Başlayır Osmanlı'na müharibəyə. 1733-cü ildə Səfəvi dövləti ilə Osmanlı arasında Bağdad döyüşü olur. Anda biz inteqrasiya edirik. Bundan əvvəlki Bağdad döyüşü vaxtı olmuşdur Azərbaycan tarixində. 1394-cü ildə Cəlairi hökmdar Sultan Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif Əmir Teymura məğlub olmuşdu Bağdad döyüşündə. 1733-də Bağdad döyüşü olur, ardınca Bağdad müqaviləsi olur 1733-cü ildə. 33-də Bağdad sülhünün şərtinə görə Osmanlı son 10 ildə tutduğu bütün Azərbaycan torpaqlarından tərk etməlidir. Yəni qayıtmalıdırlar 1723-cü il sərhədinə. Təbii ki, bu sülhü Osmanlı sultanı o zamanki 1733-cü ildə olan 1-ci Mahmud təsdiqləmir. Ona görə Nadir xan yenə Osmanlı üzərində müharibəni davam etdirir. Ardınca Nadir xan 1734-cü ildə Şirvanda Osmanlı xüsusi status verdiyi Şamaxı şəhərinə yaxınlaşır. Şamaxı əhalisi Nadir xana təslim olmur. Onlar Osmanlı hakimiyyətini istəyir. Ona görə Nadir xan 1734-də Şamaxını zorla alır Osmanlıların əlindən. Hətta əsəbindən Şamaxının bir hissəsini köçürür yeni bir şəhərə, Yeni Şamaxıya, Ağsuya. Yəni Şamaxını dağıdır. Daha sonra
Nadir xan yollanır Osmanlının əsas dayaq məntəqəsi olan Gəncəyə. 1735-ci ildə o Gəncəni azadlayır. Ardınca 1735-ci ilin martında Nadir xan Gəncədə Ruslarla müqavilə imzalayır, Gəncə müqaviləsi. Gəncə müqaviləsinin şərtinə görə Ruslar tutduğu bütün Azərbaycan torpaqlarını tərk edirlər. Qayıtırlar Terek çayının sahillərinə. Tamamilə. Üstəgəl, yenə də Səfəvi dövləti Ruslara xüsusi bir imtiyaz verir ticarət sahəsində. Biz anında inteqrasiya edirik. Səfəvi dövləti Ruslara hansı tarixlərdə ticarətdə xüsusi imtiyazlar verir? İlk dəfə verən Səfəvi şahı Süleymandır 1667-ci ildə. Ardınca Şah Hüseyn 1713-cü ildə və 1717-ci ildə Ruslarla güzəştli ticarət müqaviləsi imzalamışdır, yəni Rusların xeyrinə. Həmçinin 1732-ci ildə Rəşd müqaviləsində Səfəvi Şah II Təhmasib Ruslara güzəştli ticarət müqavilə hüququ vermişdir. Və son olaraq 1735-ci ildə Gəncə müqaviləsində Şah II Abbasın dövründə Ruslara güzəştli ticarət hüququ verilmişdir. 1735-ci ildə Gəncə müqaviləsi ilə Nadir xan Rusları çıxartır Azərbaycandan və 1735-ci ilin sonunda Üçmədzim döyüşü olur İrəvan yaxınlığında. Bu, Səfəvi dövləti ilə Osmanlı dövləti arasında sonuncu döyüşdür. Üçmədzim döyüşündə Osmanlılar məğlub olur və 1735-ci ilin sonunda Osmanlı Azərbaycan ərazisini tamamilə tərk edir. Beləcə, 35-ci ilin sonunda Nadir xan öz missiyasının öhdəsindən gəlir parlaq şəkildə. Həm əfqanları qovur, həm belə deyək, Rusları, həm də ki, 35-ci ilin sonunda sonuncu olaraq Osmanlını qovmuş olur. Beləcə, Səfəvi dövlətinin ərazilərini tam olaraq bərpa etmiş olur.